Aha. Bu təlim haqqında sizə bəzi məlumatları vermək istəyirəm. Marka olmaq təliminə xoş gəldiniz əvvəla. Mən Nuray Rəhimli, şəxsi inkişaf və marka quruculuğu, bədən dili və strateji planlama sahəsində fəaliyyət göstərirəm. Təlimçilik edirəm daha doğrusu. Bugün sizinlə birlikdə marka ol təliminə başlayırıq. Bu təlim sadəcə nəzəri biliklər vermək üçün deyil və həyatımızda real, davamlı ölçülə bilən fərq yaratmaq üçün nəzərdə tutulub. Burada məqsədimiz sizin fərqliliyiniz və fərqlilik yaratmaq üçün nəzərdə tutulub. Burada məqsədimiz sizin fərqliliyinizi, bacarığınızı və güclü tərəflərinizi kəşf etmək, onları sistemli şəkildə gücləndirmək və dünyaya təqdim etmək və öyrətməkdir. Yəni ki, siz marka yaradanda sadəcə marka yaratmış olmursunuz. Siz o markanı yaradarkən markanın tarixini, yəni necə oldu, siz bu markanı yaratmaq istəyirsiniz, nə üçün bu markanı yaradırsınız, markanı yaradanda nəyidən istifadə edirsiniz. Məsəl üçün, mən Ener Akademi yaratmışam. Ener Akademi onlayn fəaliyyət göstərir və orada ancaq təlimlər təşkil edirəm. Məsəl üçün, psixoloji, bədən dili, şəxsi inkişaf, natiqlik, təlimçi, TOT, yəni təlimçilər üçün təlim və aha. Harada qalmışdıq? Təlimçilər üçün təlim təşkil edirəm və bu bizim ilk layihəmizdir. Marka təlimi ilk layihəmizdir, ilk ödənişsiz layihəmizdir və bu həm də YouTube platformasında yayınlanacaq. Onun üçün, yəni siz də marka yaradarkən nəyi yaratmaq istəyirsiniz, necə yaratmaq istəyirsiniz, yaradarkən nəyi nəzərdə tutub yaradırsınız? Məsəl üçün, oradan ödəniş qazanmaq üçünmü, yəni ki, maddi dəstək üçünmü, mənəvi dəstək üçünmü? İndi biz sizlə onları araşdıracağıq və onları araşdırarkən nələrə diqqət etmək lazımdır? İndi biz birazdan onları sizə təqdim edəcəyik. Və siz artıq bu təlimə qatılmaqla həyatınızda fərq yaratmaq istəyirsiniz, özünüzü daha dərindən tanımaq istəyirsiniz və iz buraxmaq istədiyinizi göstərirsiniz. Bu çox vacib bir addımdır, çünki hər bir böyük dəyişiklik ilk olaraq içdən gələn bir ünsiyyətlə başlayır. Ünsiyyətlə və niyyətlə başlayır. Hər birimiz özündə bir marka daşıyırıq, amma sizin bu fikir və davranışlarınız, bacarığınız, hətta gündəlik seçimləriniz belə markanı formalaşdırır. Yəni ki, məsəl üçün, bir obyektə gedən zaman hansı obyekti seçiriksə, nəyi seçiriksə, aldığımız əşyalar olsun, geyim olsun, istifadə elədiyimiz qida olsun, məkan olsun, nəyi seçiriksə, bu artıq bir markadır və özümüzə uyğun markanı seçmiş oluruq. Və bizim məqsədimiz isə bu gizli brendi ortaya çıxartmaq və onu gücləndirmək və sistemli şəkildə dünyaya təqdim etməkdir. Yəni ki, siz özlüyünüzdə marka sahibisiniz, amma bu markanı necə formalaşdırmağın artıq yollarını biz sizinlə öyrənəcəyik. Və bu təlimin 6 əsas bölmədən ibarətdir və hər bir bölümdə həm nəzəri, həm də praktiki bacarıqlar qazanacaq. Yəni ki, həm nəzəri bu indi sizlə keçdiyimiz sistemli şəkildə PDF-dən keçəcəyimiz dərslik vasitəsilə keçəcəyimiz dərslər və praktiki tərəfi də növbəti bir ayda, yəni ki, bundan sonraki bir ayda testlər üzərindən mən buradakı kimi ekranı paylaşaraq testləri sizə oxuyacağım, təqdim eləyəcəm. Siz də onu dəftərinizdə və yaxud da bir vərəqdə qeyd eləyərək, səhv düz variantları qeyd eləyərək siz onu mənə təkrar edəcəksiniz. Və bu təlim 6 hissədən ibarətdir və hər bir bölümdə həm nəzəri, həm də praktiki bacarıqlar qazandıracaq. Hər mərhələdə siz yalnız öyrənməyəcəksiniz, həm də özünüzü sınayaraq yeni bacarıqlar kəşf edəcək və onları həyatınıza tətbiq etməyi öyrənəcəksiniz. Təlim boyunca həm fərdi, həm də qrup məşqləri, müzakirələr və interaktiv tapşırıqlar olacaq ki, öyrəndiklərinizi praktiki şəkildə sınaya biləsiniz. Yəni ki, məsəl üçün, sual-cavab olacaq. Kimin sosial medianın əslində bir qoludur. Bu marka ol təlimi marketinqə aid olan bir hissədir. Yəni ki, bu təlim həm müəllimlər üçündür, həm marketinqlə məşğul olanlar üçündür. Yəni ki, öz
məşğul olduğu işi, öz sahəsini hər kəsə tanıtmaq və inkişaf elətdirməkdən ötürüdür. Yəni ki, məsəl üçün Instagramı nəzərə alaq götürək. Instagramda insanlar iki hissəyə bölünür. Birinci hissə sadəcə elə-belə marağa girib paylaşımlara baxanlar, ikinci hissə öz məhsullarını tanıdanlar. Və bu təlimə qoşulanlardır, öz məhsulunu tanıtmaqdan ötürü qoşulanlardır. Və indi biz onu necə tanıdacağımızı bu marka ol təlimində qısa formada da olsa öyrənəcəyik. Çünki sosial media böyük bir sahə olduğundan onun əsas hissəsi sosial media marketinqində keçiləcək. Və bu hissədə sadəcə biz marka yaradacaq. Yəni ki, adımızı necə qoymalıyıq, hansı xüsusiyyətləri daşıyacaq, nəyi daşıyacaq, nə üçün yaradırıq, bundan bizim gözləntilərimiz nədir, markanın bizdən gözləntiləri nədir, o sahədə biz öyrənəcəyik və tətbiq etməyə bacaracaq. Ondan sonra və kimin əvvəlcədən sosial media barədə bacarıqları, məlumatları varsa, onları sual-cavab şəklində onlar cavab verdikcə bu biri, yəni yeni qoşulanlar faydalanacaq və o yeni qoşulanların da daha fərqli mövzularda bildiklərini keçmişdən sosial media ilə bağlı məlumatlar olanlar artıq öyrənəcək. Və birinci bölmə. Sizə dediyim kimi 6 bölmədən ibarətdir. Bunun birinci bölməsi hansıdır? Özünü tanıma və fərdilik kəşfi. Yəni ki, bu bölümdə biz ilk olaraq özümüzü dərin şəkildə tanımağa başlayacağıq. Siz öz güclü və zəif tərəflərinizi, fərdi dəyərlərinizi və motivasiyalarınızı müəyyən edəcək və praktiki vasitə ilə öz unikallığımızı kəşf edəcəyik. Yəni ki, bayaq dediyim kimi biz kimik, nə üçün bu təlimi yaratmışıq, bu markanı yaratmışıq və nə qədər müddətli olacaq. Məsəl üçün 1 illik markalar var, 6 aylıq 1 illik markalar var və 3 aylıq markalar var. Bunlar yalnızca maddi həvəs üçün yaradılan markalardır. 3 ay yaradılandan sonra artıq onların motivasiyası, burada qeyd etdiyim kimi, motivasiyadan düşürlər və artıq onu davam elətdirmək istəmirlər. Çünki maddi bir qarşılıq görmədikləri üçün, bunlar yalnız maddi üzəri qurduqları üçün bu markalarını. Ona görə artıq, necə deyim, həvəsdən düşürlər. Motivasiyaları azalır deyə markaları da bağlanır. Yəni, qurmaq istədikləri iş bağlanır. Məsəl üçün, 6 ay dözənlər həm motivasiyaları onlara baxanda biraz yüksəkdir, həm psixologiyaları, iradələri sağlam və dözümlüdür. Amma yenə də onlar maddi qarşılıq görə bilmədikləri üçün 6 ayda artıq bağlayırlar. Amma yox, 1 illik olanlarda isə 1 il artıq özlərinə qarşılarına bir fikir qoyurlar, iradə qoyurlar ki, mən bu 1 il özümə şans verəcəm. 1 il əgər alındısa, davam elətdirib ömürlük eləyəcəm. Yox, əgər 1 il alınmasa, yəni 1 il heç bir qarşılıq görməsəm, maddi olaraq deyirəm, yəni heç bir qarşılıq görməsəm, artıq 1 ildən sonra çabalamağa dəyməz. Biz indi onları sizlə, bu 2 aylıq müddətdə onları sizlə təyin edəcəyik ki, fərdi dəyərləriniz nədir, inanclarınız nədir, güclü tərəfiniz hansıdır, zəif tərəfləriniz hansıdır və motivasiyanız nə dərəcədə yüksəkdir, psixologiyanız, iradəniz nə qədər buna dözümlüdür. Yəni ki, tək mənəvi qarşılıq olaraq nə qədər müddət dözə bilərsiniz. Yəni bu, belə deyim, işi relsə salana qədər nə qədər dözümünüz olduğunu artıq bu 2 ay boyunca, 2 ay əgər davamlı olaraq təlimlərə qoşulsanız, onda artıq sizin əzminizin nə qədər yüksək olduğu bu testlər vasitəsilə bilinəcək. Ondan sonra, yəni ki, məsəl üçün, praktiki nümunə. Qrup şəklində bir güclü tərəflər siyahısı hazırlanacaq. Hər biriniz öz xüsusiyyətlərinizi yazacaqsınız və qısa izah verəcəksiniz. Məsəl üçün, bir iştirakçısı deyə bilər, mən problemimi həll etməyi sevirəm, stres altında daha məhsuldaram və insanları ruhlandırmaq mənim gücümdür. Sonra biz bu xüsusiyyətləri necə brendə gücünə çevirə biləcəyimizi müzakirə edəcəyik və
bu sahələr üzrə mini tapşırıqlar verəcəyik. Məsəl üçün, siz özünüzü necə fərqləndirirsiniz? Hansı xüsusiyyətləriniz sizi digərlərindən unikallaşdırır? Cavablarınızı qısa şəkildə paylaşacaqsınız, səsli şəkildə və bir-birinizdən öyrənəcəksiniz. Məsəl üçün, bu daha çox psixoloji testdir. Yəni ki, bir insan güclü tərəflərini yazır, zəif tərəflərini yazır. Yəni ki, iradəliyəm, motivasiyam güclüdür, əzmliyəm, bir məqsəd qoydumsa davam elətdirirəm. Ondan sonra zəif tərəflərində, məsəl üçün deyək, stressə davamlı deyiləm. Bəzi indi hər kəsin özünə aiddir deyə mən burada nümunələr çəkib sizə cavab vermiş olmayım. Yəni hər kəs öz güclü və zəif tərəflərini bildiyi üçün mən artıq burada sadaladıqca sizin də yəqin ki ağlınıza gəlmiş olar. Və ondan sonra təlimin sonunda motivasiya edici şərh deyəcək. Yəni ki, məsəl üçün, hər bir fərdin unikallığını, öz markasını gücləndirir. Özünüzü tanımaq, brendinizin təməlini qoymaqdır. Bu mərhələdə fərqli yanaşmalar və təcrübələr sizin üçün yeni perspektivlər yaradacaq. Yəni ki, hər kəs öz motivasiya edici cümləsini özünə nə ilham verirsə, özünü nə iradəli, əzmli saxlayırsa, qarşısına qoyduğu məqsəd nədirsə, onu qarşı tərəfə deyəcək. Yəni ki, mən bu işi qururam, amma nəyə görə? Mən bu işi qururam, çünki buradan gözləntim nədir? Mən bu işi qururam, çünki mənəvi dəstək olmaq istəyirəm insanlara. Mən bu işi qururam, çünki adımı tanıtmaq istəyirəm. Mən bu işi qururam, çünki maddi qazanc əldə etmək istəyirəm. Mən bu işi qururam, çünki artıq mənə praktika üçün təlimlər lazımdır. Yəni ki, bu siz quracağınız sahə üzrə artıq özünüz bildiyiniz üçün qarşı tərəfə motivasiya edici formada ötürərək həm siz özünüzə inamınız artacaq, həm qarşı tərəfə inamınız artacaq. Sonra ikinci bölmə, yəni ki, ikinci gün. Bu bölmə yazdıqlarım günlərdir. Sadəcə bölmə olaraq təlim formasında yazmışam, amma bölmələr günlərdir. Məsəl üçün, ikinci gün nələr keçəcək? Brend məqsədi və mesajın müəyyənləşdirilməsi. Bu mərhələdə brendinizin əsas məqsədini və mesajını formalaşdıracaq. Məqsədiniz insanların yaddaşında qalacaq, sizi fərqləndirəcək və sizin dəyərlərinizi əks etdirəcək bir iz yaratmaqdır. Bayaq dediyim kimi, yəni məqsədiniz nədir? İnsanlara nə mesaj vermək istəyirsiniz? Bu yaradacağınız işin mənası nədir? Nə üçün yaradırsınız? Kim üçün yaradırsınız? Məsəl üçün, mənim yaratdığım bu Ener Akademi tələbələr üçündür. Tələbələr və təlimçilər üçündür. Amma sizin özünüzün, məsələn, aksesuar markası yaradırsınız, aksesuar biznesi ilə məşğul olursunuz. O ancaq yalnız xanımlara aiddir. Məsələn, gənc qızlara aid olan 18-25 yaş arası, 30 yaş arası xanımlara aiddirsə, orada onu bilindirəcək bir foto şəkil hazırlayırsınız. İndi biz onu növbəti təlimlərimizdə keçəcəyik. Məsəl üçün, psixoloji seanslar edəcək marka yaradırsınızsa, seanslar, təlimlər yox, sadəcə seans markası yaratmaq istəyirsinizsə, ona uyğun necə yazılar hazırlamaq lazımdır, nə şəkil hazırlamaq lazımdır. Onların hər birini, yəni insanlar artıq sizin profilinizə baxanda bilsin ki, siz bu marka nədir? Siz artıq onu izah vermək ehtiyacında qalmayasınız. Məsəl üçün, nümunə ilə izah eləyim. Brendinizin hekayəsini bir cümləyə sığdırın. Məsəl üçün, mən insanlara motivasiya və ilham verən liderəm və ya mən kreativ düşüncə ilə fərq yaradıram. Yəni, psixologiya ilə məşğul olanlar bu hissəni, mən insanlara motivasiya və ilham verən liderəm. Bunu seçir. Məsəl üçün, koçlardır, təlimçilərdir, sonra bəzi sahə müəllimlərdir, bəzi sahədə işləyənlər, çalışanlar bunu seçirlər. Ondan sonra mini tapşırıqlar. Bu mesajı vizual elementlərlə birləşdirin, rəng, font və simvol seçin, qısa izah verin. Yəni ki, siz öz rənginizi, öz elementinizi və öz işarətinizi, məsələn, məndə enerdi, ad soyadımın hərfləridir deyə, mən onu simvolik olaraq onu elementləşdirmişəm, belə deyim. Siz özünüz istəyirsiniz
ad qoyacaqsınızsa, o həmin adı seçə bilərsiniz və o adı niyə görə seçirsiniz? Onlar artıq öz seçiminiz olaraq özünüz qeyd edərək növbəti dərslərimizdə o biri iştirakçılarla, o biri izləyicilərinizlə paylaşa bilərsiniz. Ondan sonra motivasiya edici sual hazırlayır hər kəs. Məsəl üçün, sizin mesajınız insanlara hansı hissi çatdırmalıdır və niyə bu hisslər vacibdir? Bunun həm hər kəs özündən sonraki iştirakçıya motivasiya edici sual hazırlayacaq, həm özündən əvvəlki iştirakçının sualına cavab verəcək. Ondan sonra, məsəl üçün, nümunə hekayələri danışacaqsınız. Bir brend düşünün ki, heç kim onu tanımırdı, amma mesajını düzgün seçdi və vizual dilini formalaşdırdı. Və qısa zamanda auditoriyada güclü bir mövqe qazandı. Biz də eyni prinsiplər sizin brendinizə tətbiq edəcəyik. Yəni, bu cümləni siz öz cümlələrinizdən, öz fikirlərinizlə çevirərək artıq siz brendinizin, markanızın bir logosu, sloganı halına gətirəcəksiniz. Ondan sonra 3-cü gün nələr keçiləcək? Mən bugün sadəcə belə qısa özət verirəm ki, yəni hər kəs əvvəlcədən bilsin ki, hansı təlimdə hansı mövzular keçiləcək. Ondan sonra yəni ki, əvvəlcədən sonradan qarışıqlıq olmasın heç kim üçün. Və bu keçdiyim təlim planları, təlimləri, yəni günlərin planlamalarını istəsəniz mən qrupda paylaşa bilərəm ki, hər kəs buna uyğun özünü hazırlasın. Ondan sonra bu mərhələdə brendinizi qısa və uzun müddətli planlarla necə inkişaf etdirəcəyinizi öyrənəcəksiniz. Məsəl üçün, nümunə verək burada. Örnək olaraq bir brend planı hazırlayırıq 1-ci ay. Sosial media görünürlüyü, 2-ci ay qrup layihəsi, 3-cü ay vizual yenilənmə, hər addımın məqsədi və nəticəsini qeyd edirik. Yəni ki, məsəl üçün 1-ci ay yalnız sosial media açırıq, bunun fərqi yoxdur. TikTok, Instagram, WhatsApp, sonra digər sosial media sahələrdir. Onları açaraq özünüzün varsa nə gözəl aktivləşdirə bilərsiniz. Yoxdursa onları açaraq sıfırdan çalışın və əvvəlcədən bunu da qeyd edeyim. Çalışın Gmail açarkən bu seçəcəyiniz markanın adı ilə Gmail açın. Yəni o açacağınız sosial media yox, sadəcə o açmamışdan əvvəl Gmail yaradanda Gmail yaratmağı da yəqin ki, hər kəs bilir deyə mən Gmail yaratmaq mövzusuna toxunmuram. Və o Gmail yaradarkən o həmin seçəcəyiniz sahə üzrə, məsələn, aksesuar biznesidirsə, aksesuar adı olmalıdır orada. Ondan sonra psixoloji xidmətdirsə, motivasiyaçısa, yaşam qoçluğudursa və yaxud da ayrı coaching sahələrdirsə, orada Gmailinizdə bilindirməyiniz vacibdir. Və insanlarla əlaqə üçün o Gmaili artıq orada qeyd etməlisiniz. Yəni sizin nömrənizdən əlavə, profilinizdən əlavə, o həmin sosial medianızdan əlavə orada həmin yerdə Gmailinizdə yazmalısınız ki, insanlar birdən WhatsAppda yaza bilməz, yazmaq istəməz, nömrəsi düşməsin deyə və yaxud da sosial mediada yazmaq istəməz, hər hansısa bir səbəb üçün, nə bilim, hər bir səbəb ola bilər. Gmail seçə bilərlər və yaxud da rahat olduğu üçün Gmail seçə bilərlər və siz də onun üçün Gmailinizi orada qeyd etməlisiniz və aktiv Gmail olmalıdır. Və parol da çalışın, yəni ki, kodu, Gmailinizin kodunu çalışın. Elə bir kod qoyun ki, sonra 2 gün, 3 gün sonra onu unutmayasınız. Və daim aktiv işlək profil olmalıdır. Yəni, işlək Gmail olmalıdır. Profil demirəm. Profil ayrı, Gmail ayrı. Profil yaratmaqdan ötürü o Gmail yaratmaq lazımdır. Ondan sonra, məsəl üçün, gündə çalışın. İndi o səhifənin aktivliyinə baxır. O sosial media sahəsinə aiddir deyə mən o mövzuya çox toxunmuram. Və dostlar, bizim birinci hissəmizin, birinci təlimimizin bitməsinə 10 dəqiqə qalıb. İstəyirsiniz mən ikincini açım, ya da ki, bu mövzunu planlamanı yarı hissəsini danışım. Ondan sonraki yarı hissə qalsın gələn dəfəki mövzumuza. Siz fikirlərinizi orada aşağıda
mesaj bölməsində bildirin, mən ona uyğun davam eləyim. Ondan sonra siz siz sosial media menecerindən məlumat alaraq, yəni daha inkişaf etmiş, daha profesional birindən soruşaraq, məsəl üçün gündə neçə saat paylaşmaq lazımdır, neçə dəfə paylaşmaq lazımdır. Mən məsəl üçün 4 saatdan 5 saatdan bir paylaşıram və çox gözəl də nəticələrini görürəm. Yəni YouTube üzrə mən bu təlimi paylaşacağam və artıq indi bəzi YouTube'dan izləyən izləyicilər də artıq görür ki, mənim ən çox da short üzərindən nə qədər çox baxışlar var. Yəni belə deyim, görüntüləmələr olduğu üçün siz həm də Instagramdan, TikTok'dan əlavə çalışın YouTube'da da açın. Əgər təlim keçəcəksinizsə, psixoloji bir şeylər psixoloji seanslar edəcəksinizsə, indi bu həm YouTube'dan, həm Zoom platformasından izləyicilər üçün deyirəm ki, yəni bu sizin ixtisasınız, sahəniz nədirsə, onun üçün bir YouTube platforması da yaradın. Düzdür, indi onun abunəçi yığmasıdır, onun aktivliyidir, saat keçməsidir, biraz çətin ola bilər, yorucu ola bilər. Mən onun üçün deyirəm ki, ən azı bir il sizin əzminiz olmalıdır bu sahə üçün. Yox, əgər bir ildən tez bezəcəksinizsə, artıq indidən o sahəyə başlamaq lazım deyil. Ondan sonra birinci ay paylaşımları etməyə başlayacaqsınız. Neçə dəfə olduğunu, nə qədər, hansı saatlarda olduğunu özünüz seçməlisiniz və çalışın insanların paylaşım etmədiyi saatlarda, yəni çox paylaşılmayan saatlarda olsun. Yəni ki, məsəl üçün saat 8-də insanlar durur, işə getməyə hazırlaşır, işləri başlayır, məktəbə gedirlər, kursa gedirlər. İndi hər hansısa saat 8-də başlayan, 8-də 9-da başlayan yerlərə gedirlər və onun üçün insanlar o minik vasitələri ilə gedərkən sosial şəbəkələrdə gəzirlər, tıxaclar səbəbilə gəzirlər ki, sıxılmasınlar, belə deyim. Onda və sizin paylaşımlarınız qabağına çıxacaq. Həmin paylaşım vaxtı əgər diqqətlərini çəksələr, səhifənizə girib baxacaqlar, daxil olub takib eləyəcəklər, yəni izləməyə alacaqlar. Yox, əgər maraqsız olsa, diqqət çəkici olmasa, artıq sizin səhifənizə baxmayıb, imtina edib çıxıb gedəcəklər. Onun üçün diqqəti saxlamaq çox vacibdir. Mən məsəl üçün, yəni demirəm hər kəs eyni saatda paylaşsın. Sizin hansı saatda vaxtınız varsa, stabil olaraq bir ay eyni saatda paylaşmağa cəhd göstərin. Yəni mən məsəl üçün 8-də paylaşıram, 12-də paylaşıram, 4 saat arayla. 4-də, 10-da, 1-də, 00-da. Çünki insanların ən çox aktiv olduğu saatlar bunlardır. 8-də işə gedərkən, 8-dən sonra 12-də günorta yeməyinə çıxarkən, 4-də işdən çıxarkən və yaxud da işdən çıxmağına 5 saat filan qalmış, artıq fasilə olarkən, çay fasiləsi deyək biz buna, fasilə olarkən, ondan sonra artıq 20:00-da gəlib bütün işlərimi bitirib evdə rahat oturan zaman və 00-da, yəni 12 tamamda, artıq bu insanlar tamam bütün işlərini bitirib, artıq yatmağa daxil olan zaman son dəfə sosial mediada gəzib, yuxuları, necə deyim, gələnə qədər orada gəzib, ondan sonra artıq yatmağa keçirlər. Və mən də 00-da ən sonuncunu onun üçün edirəm ki, artıq 0-1 olan zaman artıq o biri günə sayıldığı üçün və gündə ən azı 4-5 paylaşım etdiyim üçün, yəni 00-a 23:59-a qədər edirəm mən paylaşımları. Yəni nümunə olaraq bunu göstərirəm. Siz özünüzə uyğun, bu saatlara uyğun, hansı sizin vaxtınıza uyğundursa, onu seçib paylaşmağınız daha gözəl olar. Ondan sonra ikinci ay qrup layihəsi. Ondan sonra siz ətrafı genişləndirəcəksiniz. Məsəl üçün, dostlar, ən birinci ailənizdən məsləhətləşəcəksiniz. Yəni ki, abunəçi olsunlar, izləsinlər, paylaşsınlar, yorum, komment, yəni komment yazsınlar, takib eləsinlər və s. Hansı platforma üzrədirsə, o üzrə aktivliklər etməyə başlasınlar.
Ondan sonra artıq onu etdikdən sonra yavaş-yavaş ailədən bitdikdən sonra qohum, əqrəba, yaxınlar, dostlar, tanışlar, qonşular və sizi sevən insanlarla bu paylaşaraq ətrafınızı genişləndirdikdən sonra yavaş-yavaş özünüzlə əməkdaşlıq edəcək insanlar tapmağa çalışın. Yəni siz onlara ödənişli necə deyim, ödəniş qarşılığı ya könüllü olaraq, yəni heç bir təmənnasız, maddi qarşılıqsız, yəni sizə dəstək olmağa çalışsınlar. Və onlar üçün əgər təlim, yenə də deyirəm, təlim keçəcəksinizsə və psixoloji kanal olacaqsa, sizdə platforma olacaqsa və coaching üzrə olacaqsa, oradan artıq siz təşəkkürnamə, dəstək olan hər kəsə könüllülük müddətinin bitdiyi sürəcə siz onlara təşəkkürnamə ilə həvəsləndirə bilərsiniz. Yəni təşəkkürnamə də ödənişsiz olduğu üçün həm sizə sərf eləyər, həm o insana, yəni sizlə əməkdaşlıq edən insana sərf eləyər ki, hə, mən bu işin sonucunda onlayn çalışdığım, mötərizədə bilindirim, onlayn çalışdığım müddətcə bir qarşılıq alacam. Maddi olmasa da mənəvi olaraq, yəni o qarşılığı aldıqda sonra mənim bir işimə yarayacaq. Ondan sonra 3-cü ayda artıq vizual yenilənmə. Məsəl üçün, sizin o vaxtı loqonuz tam hazır deyildisə, tam özünüzə bir ad seçməmişdinizsə, tam bir saat seçməmişdinizsə, artıq o 3 ay sonra onu tam şəkildə hazırlayaraq insanlarla bölüşə bilərsiniz. Və məndən də sizə kiçik bir ipucu, keçmiş loqonuzla, yəni keçmiş profilinizlə və yaxud da adınızla bu indi seçəcəyiniz adı ikisini yan-yana birləşdirərək səhifənizdə paylaşın və izləyicilərinizdən, sizi takib eləyənlərdən, abunə olanlardan soruşun ki, birinci mi yaxşı idi, ikinci mi? Yəni həm o insanları söhbətə təşviq eləyir, yəni ki, mənim fikirlərimi önəmsədi, həm də ki, sizə daha çox dəstək olar. Bəlkə sizin seçdiyiniz logo, profil və yaxud da ad onların xoşuna gəlməyəcək, izləyicilərin xoşuna gəlməyəcəksə, artıq takibdən çıxacaqlar və yeni insanlar gəlməyəcək. Yəni ki, bu vizual yenilənmədə artıq odur. Ondan sonra hər addımın məqsədini və nəticəsini qeyd edin. Məsəl üçün, birinci ay paylaşanda, tutaq ki, mən özümdən deyirəm, birinci gün saat 8-də paylaşımda, məsələn, 400 baxıldı ilk paylaşımda. Ondan sonra 12-də paylaşanda 400 baxıldı. O 4-də paylaşanda 600, o biri gün 10-da 800, axşamda 1200 tutalım, məsəl üçün yazırsınız və İkinci gün, artıq birinci ayın ikinci günü gəldikdə siz ora qeyd edəcəksiniz. Məsəl üçün, ayın tarixi ilə. Bugün ayın 25-i olaraq siz ora qeyd edəcəksiniz. Bu gündən başlasanız və yaxud da sabahdan 26-sı saat 8-də necə oldu, 27-si saat 8-də necə oldu. Onları müqayisə edərək və 28-i, 29-u, 30-u belə-belə bir ayın sonunda artıq növbəti ayın, yəni ki, dekabrın 27-sində bizim birinci ayımızın təlimi bitən zaman artıq mən sizdən o nəticələri gözləyəcəm. Yəni, o nəticələri da belə deyim, daha doğrusu tələb edəcəm ki, yəni doğrudan məsuliyyətli şəkildə davam elətdirmisinizmi, yoxsa elə sadəcə təlim kimi qoşulmusunuz və oradan heç bir praktika etməmisiniz. Yəni, belə bir fikrimi də bildirim. Ondan sonra artıq ikinci ay gəldikdə sizə kimlər dəstək olub? Məsəl üçün, birinci kim dəstək olub, onun adın, ikinci kim dəstək olub, üçüncü kimə demsiz geri təxirə salıb, yəni ki, sizin fikrinizlə razılaşmayıb, dəstək olmayıb, onu